maaşımızdan 14% vergi tutulacaq. Pensiya yığımları isə azalacaq. Vətəndaş mövqeyinə riayət İmam Əliyev. Bir şaha fil hədiyyə edirlər. Şah əmr edir ki, kim mənim filimə əl vursa cəzalanacaq. Fil də bütün günü şəhəri gəzir, hər yeri dağıdır, qorxudan heç kəs heç nə edə bilmir. Axırda gəlirlər Molla Nəsrəddinin yanına ki, ay ağıllı insan bizə liderlik et, yığışaq gedə şaha şikayətə. Molla Nəsrəddin arxasınca 50 nəfər nümayəndə heyəti gəlirlər saraya. Qapıya çatanda Molla Nəsrəddin geriyə boylanır ki, heç kəs yoxdur. Sarayın qapısına qədər qorxudan hamı bir-bir əkilir. Şaha xəbər edirlər ki, bəs Molla Nəsrəddin gəlib. Şah deyir, çağırın gəlsin. Ay Molla Nəsrəddin, nə əcəb? Mollanı vahimə bürüyür. Dili topuq vura-vura deyir. Şah sağ olsun, sizin filiniz dişidir. Təşrikdən darıxır. Əhali adından xahişə gəlmişəm ki, bir erkək fildə gətirin, qoşun ona, qoy darıxmasın. Bizim bəzi deputatlar da elə o Molla Nəsrəddin kimidirlər. Seçici qabağı təşviqatda ay xalqın rifahı belə, vergilərdən azad olunmaz sosial rifahımızın inkişafı belə, seçiləndən sonra bir-iki çıxışlarını telefona çəkib sosial şəbəkələrdə paylaşdırıb yaydırırlar ki, güya xalqın qayğısına qalırlar. Hamı da bəh-bəh, eşq olsun belə deputatlara. Sonunda da Maliyyə Nazirliyinin vergi artımı ilə bağlı layihəsinə dərhal lehinə düymələrini basmaqla nəticələnir. Bir dillənin də millətimin vəkilləri, siz bizi harda təmsil etməlisiniz ki? Seçici qabağı bəziləriniz quzu balası olur. Qalıstuklarınızı, dişdaban tuflilərinizi geyib qapı-qapı gəzirsiniz. Seçiləndən sonra isə ilim-ilim itirsiniz. Qardaş, qurban olum sizə. Büdcəni adnanların, ramizlərin, oliqarx məmurların talayıb, söküb, boşaltdıqlarını mən kasıb adama niyə doldurtdurursunuz ki? Maliyyə Nazirliyi büdcəyə nəzarət edərdiniz, dağıdıb boşaltmazdılar. Əhalinin əleyhinə, cibinə girməyi dünya ölkələrinin praktikası, nümunəsi kimi göstərirsiniz. Xeyrinə olan heç bir şeysə yoxdur. Dünya ölkələrinin praktikası sosial vəziyyəti ağırlaşdırmaq deyil. Almaniyadakı, İtaliyadakı, Qazaxıstandakı, Fransadakı uşaq pulunu əhaliyə gətirtməkdir. Dünya praktikasıdırsa, 75 yaşlı atamı pulsuz göndərin kurorta. İş var, müraciət edin adı ilə bir məşğulluq idarəmiz var. İşsiz həkim müraciət edib deyirlər ki, dülgər aparatı, kərpiz kəsmə aparatı var. Get dülgər işlə, xarrat işlə. Bir 2 inək verirsiniz, tövliyə çatana qədər də ölür. Mən nə maaş alıram ki, əlavə 3%-də tutursunuz? O adamları qus tutturun, qayt atdırın büdcəyə. İnanıram ki, büdcədə olub daşacaq onda. Qiymət tənzimləmə siyasətinizi uğurla aparın. Bu qədər oliqarxların restorandakı gəlirləri bəs edər də büdcəyə. Dənizə girmək olmur, hər yer hasarlanıb, obyekt olub. Qiymətlər kəlləçaq onlardan alın da. Taksidən başqa iş yox deyə bizdə. Söz gəzir ki, yanvardan benzin də qalxacaq. İqtisadiyyatda tələb təklif üstələrsə, tələb təklifi, qiymət qalxımı qaçınılmazdır. Hamı tökülüb Kitayların hibrid avtomobillərinə, benzinə tələbat da 2 qat azalıb, onun qiymətini niyə qaldırırsınız ki? Kiraya verənlər 10% vergi ödəməliymiş. Bir kasıb kətdəki mal qarasını, torpağını satıb, Bakının Maşdağasında bir otaqlı ev alıb 200 manata kiraya verəcək. Ondan da 10% alacaqsınız. Port Bakuda evini 3000 manata kiraya verən oliqarxdan da onda nə oldu ki? Kasıb üçün 10%lik 20 manat böyük puldur. Oliqarx üçün 300 manat pul deyil axı. Bu nə ədalətdir? Götür Port Bakuda, Park Azurda kiraya verənləri qaldır da. Zabratdakı adamın kasıb daxmasını yox axı. Qərar ver, 1000 manatdan yuxarı ev kirayəsi 10%'dir. Susacağım. İşsizlərə tibbi sığorta ləğv olunacaq. Ordubadan tutalım, Dırnız kəndində təsərrüfatla məşğul olan işsiz adamın günahı nə? Adını bir işə yazdırıb Miami'də istirahət edən adam səhiyyədən pulsuz istifadə edəcək, zəhmətkeş çoban dülgər hambal yox. İnciməyin, az qalıb ki,
Ailələrin yataq otağına da bir sayğaz yerləşdirəsiz. Ər arvadı ilə neçə dəfə üzr istəyirəm, əlaqəyə girməsindən də vergi tutasınız. Ayıb deyə. Bu qədər həncamə nəyə lazımdır? Qarabağı azad etdik, cərimələr, kommunal vergilər artdı. Dedi, eybi yoxdur, pullar Qarabağın abadlığına xərclənəcək. Sustuq. İndi də ağlınıza gələn vergi artımları edərək, nə edirəm o qızıl teşdir ki, içinə qan qusazan kəlmələrini dedirtmək istəyirsiniz bu xalqa? Açıq deyin də. Deyin ki, biz də Adnan olmaq istəyirik, biz də Ramiz olmaq istəyirik, bilək işimizi. Olmaz axı. Özünüzə gəlin,